El-arifu yesiru ilallahi beynə müşahadətil minnə və mutala'ati aybun nəfs. Arif insan Allaha iki qapı ilə seyr edir. Arif insan, yəni aydın olun, mənalar aydın qardaşlar, yoxsa çətinli ifadələr. Arif insan Allaha iki qapı ilə seyr edir. Yəni arif insanlar, abidlər Allaha çatıblar iki qapı ilə. Yəni iki qapıdan daxil olublar, yəni Allaha tərəf. Hansıdır? Birincisi odur ki, onlar Allahın minnətini, neymətini, lütfünü, fəzilətini müşahidə ediblər və bu yəni fəzilətlərə görə Allah Taala'ya həmd ediblər. Bu bir. İkincisi odur ki, o insanlar öz nəfslərinin eyiblərini görüblər, naqisliklərini görüblər və buna görə Allahdan bağışlanmaq istəyiblər. Yəni, nə məqam sahibi olduğunu bilib və bununla özlərini alçaq sayıblar. Yəni, bu iki qapı ilə onlar, arif insanlar Allaha tərəf daxil olublar. Yəni o iki qapıdan Allaha tərəf gediblər. Və buyurur ki, "Vəl-ubudiyyəti mədaruhu alə qaidəteyn." Qulluğun əsas iki qaydası, yəni iki əsası var. Yəni insan qulluğu necə bərpa edə bilər? Yəni həqiqi qulluq iki şeylə formalaşır, düzəlir. Birincisi, hubbun kamil sevgi, yəni Allah Taala'nı hər şeydən üstün sevməlisən, hər şeydən çox sevməlisən. İkincisi, və zillun tam şəkildə zəlillik. Və bu iki şeylə insanın übudiyyəti düzəlir. Allaha olan qulluğu. Və buyurur ki, rahiməhullah, وَهُمَا مُشَاهَدَةُ الْمِنَّ الَّتِي تُورِثُ الْمَحَبَّ وَمُطَالَعَةِ عَيْبُ النَّفْسِ. Və bu da deyir, nəyi müşahidə etməklə olur? Birincisi, Allah Taala'nın lütfünü, nemətlərini müşahidə edib ona şükür etməklə və ikincisi də öz nəfsini, eyiblərini görüb, naqisliklərini görüb Allahın qarşısında sınmaqla. İxlasla.com saytı tərəfindən təqdim olundu.